Salam, hörmətli Azərbaycan xalqı. Bugün bizdə hələ səhər tezdir Amerikada, Kaliforniyada. Gördüm ki, səhər tezdən mənim nə qədər bloger dostlarımdan, jurnalistlər mənə WhatsApp-ma yazıbdılar ki, bəs sənin Kafkaz Info yazdığına görə mülklərini müsadirəyə alıbdı deyiblər. Deməli, çox gülməli bir məsələ bir içəridə nə gördüm. Deməli, bunlar Patamdaqda evlər orada, burada. İlham Əliyev onsuz da 2010-cu ildən 4 milyardlıq Akor şirkətimi əlimdən alıb və tək şirkət yox, nə qədər ki mənim şəxsi mülklərim olub, hamısını o vaxtı nə bacarıbdılar, alıbdılar, nə bacarmayıbdılarsa, onlar bilmirdilər ki, necə bunu qanunlaşdırsınlar. Sonra özünüz yaxşı bildiniz ki, 2019-cu ildə Ramil Sulovla Vladislav Yusupov, Qotnisanovun qohumu mənə cinayət işi açıbdılar və cinayət işin əsas məqsədi də akasiyası oymuş ki, bu yerdə qalan bir, nə bilmirəm, bəlkə bir 30 milyonluq mal-mülk qalmışdı. Onları əlimdən qanuni yolla, güya ki bunlar öz ağıllarından, qanuni yolla mənim əlimdən axırıncı mülklərimi alırlar. Və çox maraqlısı bir şey odur ki, deməli Patamdaq yox, Mərdəkəndə bir dənə torpaq sahəsi və qeyri-yaşayış sahəsi yadlarından çıxıb ki, onu 2011-də, 12-də əlimdən alıbdılar. Onu da salıbdılar məhkəmənin siyasında. Ondan sonra görübdülər ki, bunu bir dəfə əlimdən alıbdılar. Təzədən onu məhkəmə siyahıdan çıxardıb və yerdə qalanları nəyi tapıbdılarsa, onları ən axırıncı reydləri bu oldu. İlham Əliyev biabırçı özünü biabır eləyibdi. O qədər bu adamlar malları, mülkləri varsa var və ondan bundan əllərindən alınan mal-mülk yadlarından da çıxır ki, bəzi mülkləri ikinci dəfə alırlar. Bu qədər. Mənim gözəl Azərbaycan xalqım, özünüzü qoruyun. İlham Əliyev rejimi quldur, nağılbaz və torba tikənlərdir. Ehtiyatlı olun, özünüzü qoruyun. Çox sağ olun.